Herkese salam dostlar. Bugün Minecraft One Block'un 5. bölümündeyik dostlar. Kanala like atmağı, abone olmağı unutmayın. Birinci odunu qıraq və nələr eləmişəm bu adada, nə dəyişikliklər eləmişəm, indi göstərəcəm sizə. Deməli bildiyiniz kimi burada bir dənə sandığım var. Onsuz sandıq hələ də yerindədir. Bu ərazi, Pildus bax bura keçən bölüm qırılmışdı və burada nə var idi? Bir dənə ferma var idi. Fermanı götürdü və bura gətirdim. Burada da görürsünüz mantar inəyimiz var. Bunları çox çətinliklə içəri saldı və ətrafı belə aydınlandırdı. Biraz bir dəfə burada qoyaq məşaləni. Bəli, çox mükəmməl şəkildə bir dənə fermamız var. Ondan sonra bir dənə də bayaq creeper gəldi. Creeperlardan heç xoşum gəldi. Baxın ipimiz var və 3 dənə də dəmirim var. İndi mən bu dəmir gəlişimini eləyərək, dəmirləri əridərək 2 dənə bir yerdən çıxdı bir dəqiqə. Bunlara vurup heç nə eləmirlər bizə. Qırıldı. Vurma, 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 vurma. Bir dəqiqə bir dənə qılınc eləyək. Bu vurmur heç mənə. Niyə? Vur da adam bir vurar. Baxaq indi öləcəklər. Ha öldülər. Yox, bu mantar elə bil ki inəyi nəticəsində biz xeyli yemək əldə eləmək şansımız olacaq. Deməli, bu odunları bax, burada çox da durma. İndi creeper çıxacaq buradan, gələcək, öldürəcək. Bu da bir dənə tarla əgər toxum yetişsəydi, mən də heç olmayıb bunu bir dənə salardım fermerə. Baxın, torpaqlarımız ola-ola ətrafı, baxın burada nə qədər torpağım var mənim. Burada torpaq, hə, 7 dənə torpağım var hal-hazırda. Düzdürmü? Baxın, mən bu yerləri qırıram, amma götürə bilmirəm. Ha, bir dənəsini götür. Baxın, mən buradakiləri torpaqdan düzəldim. Yenə də. Çünki bölgəni pisləşdirməyək də. Onsuz da torpağı buraları qıraraq əldə eləyə bilir. Ya istəyir düşsün, istəyir düşməsin. Yəni biz çox da fərq eləmir. Hə, indi gərək mən torpaq yenə götürməliyəm. 2 dənə olsa, oydu, ton da 2 dənə gəldi. Bu mükəmməldir. Yəni ki, torpaq əvvəlki ərazisini aldı. Pildusdakı görürsünüz ki, bir dənə bu daş yer qalıb, onu da həll edəcəm. Yəni creeperların çıxması çox güzel. Yəni mən digər səviyyəyə keçməyə can atıram ki, bu creeperlardan qurtulum. Yəni həmişə bax yenə qorxdum bax. Dovşan bir dənə vurdum şey etdi. Heç onunla vurmaqdan bir işim yox idi əslində. Qırmaq istəyirdim, qaldı. Sənə qaldım tək. Burada bir dənə də dovşan var da, o qara dovşan. O da düşdü deyəsən aşağıya. O qədər tullandı o yana bu yana, elə olar da. Hə, düşdü deyəsən aşağı. Bu kömürlərdən XP var və 4-cü, 5-ci dəmirimiz var. Bu dəmirlərdən nə edirik? Təbii ki də bizim nə yoxdur? Fırın yoxdur. Fırın da bura yox. Bunu qıraq. Düz buradan götürə bilmədik. Ev yox. Buradan kömürləri qoyuruq və dəmirləri isidirik. Yəni bu bölüm əslində ətrafı biraz böyütdüm. Yəni digər daşlar var, qarpızlar da var və yemək ehtiyacımız da get-gedə çoxalır. Yəni tarlanın böyüməsini gözləyirəm mən. Bax burada da yenə zombilər. Oy, 2 dənə dözdülər. Bax indi üstün bacarıq nəticə. Özə zırhlıdırlar ha, bax yanmasınlar deyə. Bax, qılıncla vururam dəqiq mən. Bax bu ilişdi biri. Aha, canavar gəlişimlərdən üst-üstə artırırıq dostlar. Amma heç nə çıxmadı bu. Yəni türiyət mənim nəyimə lazımdır. Deməli, gəlişimlərə baxanda buradan canavar avcısını çıxartmışam. Bir dənə, ən az bir dənə canavar öldürdüm. Yəni öldürdük bir dənəsini. Hə, yatağımız yoxdur. Bax, 2 ehtimalım var. Ya mən dəmiri götürüm, bu qoyunların yününü qırpım. Yəni bu qoyunların yününü qırpına gəlib biri çıxartmalıyam. Çünki otdan bəslənirlər bunlar. Ya da ki, dəmir dövrünə keçim elə proqramı. Elə bilsin dedi, əşyalar eləyərəm. Yəni bunu qoyaram yorumlarda cavablandırarsınız. Yəni əgər bu nədir? Tavşan postu. Bu nəyə lazımdır ki, indi mən bir dəqiqə buna baxaq.
Tavşan postu. Nəysə lazımdır bu ya da ki. Tavşan postu. Yox. Yox əslində. Lazımdır. Hə dostlar. Əgər buraya kimi izləyibsinizsə, onsuz da yazacaqsınız yorumlara ki, bəs hansı olsun ya yuxu gəlişimini alaq ya da ki adına da dəmir dövrünə keçək. Mənə qalsa əslində onsuz da yatıb yatmamaqdan bir fərqi yoxdur. Onsuz da həmişə günümüzü keçirik buradan. Mən sadəcə bu taxtaları da tez dönüşdürürəm. 20, 45, bir dənə artıq qalır. Mən əslində indi də biraz bu tərəfi böyüdüm dostlar. Çünki taxta ilə eləməyim səbəbi onsuz da torpaqları buraya kimi qoymuşam. Bizə bunu da qıraq. Hə, yəni ki torpaqları onsuz da buraya kimi qoymuşam da mən. İstəsəm bu əsas əraziləri mən belə artırmalıyam ki, qoy digər bölgələrə də gedək də, məsələn bu hissələrə. Ki ərazilərim böyüsün mənim. Deməli, bunlar da qıraq. İndi biz hal-hazırda ikinci səviyyədəyik. Dəqiqə, hə. İkinci səviyyədəyik. Yəni creeperlar da nasıl demişdim, keçən bölümlər göstərmişdim mən sizə nələr olub. Buraya kimi böyüməsi ərazini böyütdük. Daha doğrusu bunu qırıb. Bunu da buraya qoyum. Sonra da bu qabaq hissədə bu torpağa, bu ağacları da bir aradan götürəcəm. Və indi üzü də bu tərəfə belə böyüdək. Yəni bu qoyduğum torpaqlar yaşıllaşması daha yaxşı. Çünki həm ümumi ərazilərimiz ay sağ ol, şükür. Torpaq, toxum, buğday daha doğrusu 3 dəfə dediyim gibi. Bunu bura qoyaq. Və beləliklə taxıl götürürük. Çapa daha doğrusu. Bunun bu ərazilərinə baxın. 2 dənə də toxum. Düzdür, bunlar da yetişsin. Bir dənəsi qalır. Yox, mən bu buğdanı götürüm. Gəl bura. Gəl bura. Gəl keç içəri. Görürsən necə gəlirlər. Gəl keç. Hoppa, sağ olun. Sağ olun. Çıxma çölə. Sən güzel salmışam bura. Buralara da bir dənə məşale qoyaq. Hər ehtimala ki, qoy yaratıqlar canlanmasın. Bugünlük bölümümüz bu qədər olsun dostlar. Kanala like atmağı, abunə olmağı unutmayın dostlar. Gələn bölümlərdə görüşmək üzere. Sağ olun dostlar.